Salam əziz izləyicilər. Bu videoda ilk kimyəvi anlayışlar mövzusundan 15 sual izah edəcəm. Xatırladım ki, bu suallar qəbul tipli suallardır. Müəllifi mənəm və bu sualları əldə etmək istəyirsinizsə bu nömrəyə, yəni mənə yaza bilərsiniz. Bunun kimi 75 ədəd quiz var. Çalışacağım ki, növbəti videolarda hər birini izah edim. Birinci sualda deyir, X, Y, Z mayeləri haqqında hansı fikirlər doğrudur? Sıxlığı ən az olan maye Z-dir deyir. Baxaq. Deməli, kütlənin həcmdən asılılığı verilib bizə. Sıxlığın düsturu ρ bərabərdir M bölünsün V-dir. Yəni biz məntiqlə düşünürük ki, kütləsi böyük, həcmi kiçik olanın sıxlığı da böyük olmalıdır. Yəni kütləsi böyük, həcmi kiçik olan burada Z-dir. Deməli, sıxlığı ən böyük olan Z-dir. Birinci müddəa səhvdir. İkinci də deyir ki, eyni kütlədə götürdükdə həcmi ən çox olan X-dir. Eyni kütlədə götürəndə, məsəl üçün, baxın, buradan götürsək, eyni kütlədə, Z-in həcmi bu qədərdir, Y-in həcmi bu qədərdir, X-in həcmi də bu qədərdir. Ən çox həcm X-da olur. Yəni, ikinci fikir doğrudur. Üçdə deyir ki, eyni həcmdə götürdükdə kütləsi ən çox olan Y-dir. Yəni, buranı sərgiyə salaq, silək. İndi eyni həcmdə götürək hamısını. Məsəl üçün, V-ni buradan çəkək. Eyni həcmdə götürəndə X-in kütləsi buradadır, Y-in kütləsi buradadır, Z-in kütləsi isə daha çoxdur. Yəni, kütləsi ən çox olan Y-dir deyir, xeyr. Ən çox olan Z-dir kütləcə. 4-də deyir, hər bir maddənin kütləsini artırdıqda sıxlığı da artar, amma biz bilirik ki, sıxlıq nə kütlədən, nə həcmdən asılı deyil. Ona görə də doğru cavab Y variantı olacaq, yalnız 2. İkinci sual, verilmiş formula uyğun bəsit maddə əmələ gətirən elementlər hansı variantda doğru verilmişdir? Deməli, birinci X-da 1 atomlu bəsit maddə əmələ gətirən elementi tapmalıyıq. Y-da 2 atomlu, Z-də yenə 1 atomlu bəsit maddə əmələ gətirən elementi tapmalıyıq. A-da mis 1 atomludur, uyğun gəlir. Hidrogen 2 atomlu bəsit maddə əmələ gətirir. Uyğun gəlir, amma flor da 2 atomlu əmələ gətirir. Ona görə flora görə A variantı olmaz. B variantı. Neon təsirsiz qazdır. Bəli, 1 atomlu bəsit maddə əmələ gətirir. Xlor 2 atomlu bəsit maddə əmələ gətirir. Y2-yə uyğun gəlir. Natrium da metaldır və bilirik ki, bütün metallar 1 atomlu bəsit maddə əmələ gətirirlər. Bu da Z-ə uyğun gəlir. Cavab B variantı olacaq. Üçüncü sual. Şəkildə X, Y və Z mayelərinin əmələ gətirdiyi qarışıq verilib. Şəklə əsasən hansı fikirlər doğrudur deyir. Deməli, X plus Z qarışığını durultma üsulu ilə ayırmaq olar deyir. Şəklə baxanda görürük ki, X və Z eyni bir təbəqənin içindədirlər. Deməli, X və Z qarışığı homogen qarışıqdır. Amma Y nə X-da, nə Z-də həll olmur. Ona görə Y ayrıca bir təbəqə əmələ gətirir. İndi baxırıq. X və Z qarışığını durultma üsulu ilə yox, homogen olduğuna görə distillə üsulu ilə ayırmalıyıq. Bir səhvdir. 2-də deyir, mayelər arasında sıxlığı ən çox olan Y-dir. Əksinə, sıxlığı çox olsaydı Y aşağı təbəqədə olardı. Sıxlığı az olduğuna görə Y yuxarıda qalıb. Yüngüldür çünki. Ona görə 2-ni düz götürməyəcəyik. 3-də deyir, X-Z qarışığını qaynama temperaturlarının fərqliliyinə əsaslanaraq ayırmaq olar. Bəli, distillə ilə qaynama temperaturlarının fərqliliyinə əsaslanan ayırma üsuludur. Yalnız 3 doğru cavabdır. 4-də deyir, verilən fikirlərə əsaslanaraq saf maddələri müəyyən edin. X fiziki üsullarla tərkibi hissələrinə ayrıla bilirsə, bu qarışıqdır. Saf maddələr ancaq kimyəvi yollarla tərkib hissələrinə ayrıla bilir. Y sabit ərimə temperaturuna malikdirsə, bu saf maddədir. Bəli, saf maddələrin fiziki xassələri sabit olur. Z eyni molekullardan, fərqli atomlardan ibarətdir. Baxın, molekullar eynidirsə, bu artıq safdır. Atomlar eyni də ola bilər, fərqli də ola bilər, fərq etməz. Amma molekullar eynidirsə, bu saf maddədir. İndi biz safları tapmalıyıqsa 2 və 3 doğru cavabdır. Yəni Y və Z cavab Y.
5-də deyir, hansı maddələr eyni növ molekullardan ibarət deyil? Yəni, biz axtarmalıyıq heterogen qarışıq. Azot homogendir. Daha doğrusu azot heç qarışıq deyil. Yəni, azot saf maddədir. Bunu götürməyəcəyik. Aha, bir dəqiqə, mən səhv izah elədim deyəsən. Eyni növ molekullardan ibarət deyil deyirsə, biz burada qarışıq axtarmalıyıq. Saf maddə yox, qarışıq. Heterogen və ya homogen fərq etməz. Müxtəlif növ molekullardan ibarətsə biz qarışıq axtarmalıyıq. Azot saf maddədir, dəniz suyu qarışıqdır. Bəli, bunu götürəcəyik. Benzin qarışıqdır. Benzol amma formulu var, C6H6. Bu olacaq saf maddə. Aha, 2 və 3 olacaq doğru cavab C variantı. 6-da nə deyir? Uyğunluğu müəyyən edin. Qarışıq və onun ayrılma üsulunun əsaslandığı fərqli fiziki xassiyəni tapmalıyıq. Su və etanol. Etanol suda həll olur, homogen qarışıq əmələ gətirir. Hər ikisi də mayedir. Deməli, distillə ilə ayrılır. Distillə də əsaslanır qaynama temperaturlarının fərqliliyinə. Bu düz. Su və yağ heterogen qarışıqdır. Çünki yağ suda həll olmur. İkisi də mayedir. Durultma üsulu ilə ayıracağıq. Bu, qaynama temperaturlarının fərqliliyinə yox, sıxlıqların fərqliliyinə əsaslanır. Aha. Neft homogen qarışıqdır. Mayelərdən ibarətdir. Distillə ilə ayrılır. Yəni, qaynama temperaturlarının fərqliliyinə əsaslanır. Su və neft heterogen qarışıqdır. Mayelərdən ibarətdir. Deməli, durultma üsulu ilə ayrılır, sıxlıqların fərqliliyinə əsaslanır. 1 və 4 doğru cavabdır. 7-də deyir ki, hansı maddələri 100 dərəcədən 10 dərəcəyə qədər soyutsaq kondensasiya baş verir? Baxaq. X maddəsi -24-də əriyir, 109-da qaynayır. Onda 100 dərəcə və 10 dərəcəyə baxaq. 100 dərəcə düşür maye halına, 10 dərəcə düşür yenə maye halına. Burada heç bir hadisə baş vermir. Y-da əriyib 16-da, qaynayıb 173-də. 100 dərəcə düşür maye halına, 10 dərəcə düşür bərk hala. Burada artıq mayədən bərkə keçid var, donma baş verir. Kondensasiya deyil. Z-ə baxsaq, 3 dərəcədə əriyir, 87-də qaynayır. Yəni 100 dərəcədə düşür qaz halına, 10 dərəcədə düşür maye halına. Qazdan mayəyə keçid də kondensasiyadır. Yalnız Z-i götürməliyik. Cavab olur C variantı. 8. Hansı müddəalarda bəsit maddədən söhbət gedir? Azot havanın tərkibindədirsə bəsit maddədir. Bəli, burada N2 qazından söhbət gedir. Yəni qarışığın içindəki azotdan söhbət gedir. Bu bəsitdir. Amma amonyak özü bir saf maddədir. Amonyakın tərkibində başqa bir bəsit maddə ola bilməz. Yəni bir saf maddənin içində başqa bir saf maddə nə gəzir? Ona görə buradakı azot N-dir, elementdir. Suyun tərkibində hidrogen, su da saf maddədir. Safın içində bəsit ola bilməz. Karbon qazının tərkibində oksigen. Karbon qazı saf maddədir, onun içində bəsit maddə ola bilməz. 2-ci, 3-cü, 4-cü müddəalarda elementdən söhbət gedir. Yalnız birincidə bəsit maddədən söhbət gedir. 9. Hansı element qaz halında çox atomlu bəsit maddə əmələ gətirir? Bu təbii ki azotdur, N2. Karbon, fosfor və kükürt bərk haldadır. Neon da qaz olsa da bir atomlu bəsit maddə əmələ gətirəcək. 10-cu sualda biz ayrıcı qıfın şəklini görürük. Yəni durultma üsulu ilə ayrıla bilən qarışıqdan söhbət gedir. Su ilə neft bəli durultma ilə ayrılır. Su ilə yağ həmçinin, su ilə benzin, su ilə benzol. Bunlar durultma üsulu ilə ayrılır. Su ilə qum süzmə üsulu ilə, su ilə etil spirti də distillə ilə ayrılacaq. 1, 2, 4, 5 götürməliyik. Cavab D. 11-də deyir, hansı maddələrin aqreqat halı eynidir? Su mayedir normal şəraitdə. Karbon bərkdir, brom mayedir, ozon qazdır. 1 və 3-ü götürməliyik. Y variantı. 12-də deyir, verilən maddələrdən hansının sıxlığı ən azdır? Burada da aqreqat halına görə gedəcək. Bor bərkdir, barium bərkdir, su mayedir, brom mayedir normal şəraitdə, oksigen qazdır. Sıxlığı ən az olan təbii ki qaz halındakı
oksigen olmalıdır. 13. Maye halında olan madde üçün qrafika uyğun gələn müddəaları müəyyən edin. X, Y-dən asılı deyil. Birinci səhvdir. Kütlə həcmdən düz mütənasib asılıdır mayelərdə. Sıxlıq, bəli, cavab 2 və 3-dür. Sıxlıq nə kütlədən asılı deyil, nə həcmdən asılı deyil. Ona görə Y-ni götürməliyik. 14. X və Y maddələrindən ibarət qarışığı ayırmaq üçün hansı ardıcıllığı həyata keçirmək lazımdır? Baxın, X da bərkdir, Y da bərkdir. Biri suda həll olmur, biri suda həll olur. Deməli, bura fərqləndirmək üçün sudan istifadə etməliyik. Öncə su ilə qarışdıracağıq. Su ilə qarışdırsaq, suda həll olmayan X çökəcək qabın dibinə, suyun dibinə. Amma Y su ilə qarışıq əmələ gətirəcək. Su ilə qarışdırandan sonra çökmüş X-i süzmə ilə ayıracağıq. Yəni X-i süzdük, ayırdıq, yerdə qaldı su və Y. Buradan da suyu buxarlandırsaq, Y qalacaq qabda. Cavab C variantı. 15-də deyir, hansı çevrilmələr fizikidir? Havadan azot almaq distillə ilə baş verir, fizikidir. Sudan oksigen almağın reaksiyası var, suyun elektrolizi ilə baş verir, kimyəvidir. Hidrogen xloriddən xlor almaq, bu da parçalanma reaksiyasıdır, kimyəvidir. Kartofdan nişasta almaq amma fizikidir, çünki kartofun içində nişasta onsuz da var. 1 və 4 fizikidir, cavab Y variantı olacaq. Növbəti videolarda görüşənədək hələlik.